mərkəzində Türkiyədir. Daha doğrusu Türkiyə yox. Türkiyədə baş verən hadisə, dəhşətli hadisə. Bəli, məlum olub ki, 2023-cü ildə Ukraynada 510 nəfər uşaq ailəsiz qalıb, yetim qalıb, valideynləri ölüb. Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin 510 nəfər uşağı Türkiyəyə gətirmək qərarına gəliblər 2024-cü ildə. Yəni hansısa bir ümumi yox ha, ümumi 1 milyondan çox uşaq itkin düşübdür. Amma bu bir dənə şəhərdə də, bir dənə bölgədə 500 neçə nəfər uşaq itkin düşdüyündən gedir söhbət. Türkiyənin Antalya şəhərində və Antalya ətrafında olan qəsəbələrdə müxtəlif otellərə yerləşdirilib, orada qalmaq üçün. Amma təəssüflər olsun ki, 2024-cü ilin sonunda həmin otellərə uşaqları yoxlamaq üçün təftişə gələn bir qrup Ukraynalı deputat dəhşətə gəlib. Məlum olub ki, 510 nəfər uşaqdan 263 nəfərinə qarşı pis davranış nümayiş etdirilib. Onlara qarşı kobudluq olub, onlara qarşı fiziki zorakılıq olub. Cinsi. 2 nəfər az yaşlı qız isə adamın bunu deməyə belə dili gəlmir. Çox böyük təəssüflə qeyd edirəm bu hadisəni. Hamilə qalan az yaşlı qızlar oteldə işləyən şəxslər tərəfindən təcavüzə məruz qalıblar. Hadisə çox böyük rezonans. Çox böyük rezonans doğurdu. Ukrayna və Türkiyə prokuratura sistemi, hüquq mühafizə orqanları gizlədib hadisəni. Ukrayna tərəfində hadisəyə bağlı araşdırmalarını davam etdirir. Və doğrudan da Erdoğan türkləri nə günə qoydu. Bunu edənlərə deyirəm, insansınız. Azərbaycana da gəlib o uşaqlardan. Bəli, İlham Əliyev nələr eləyib, nələr. Deyələmə, Vilayət Eyvazov verilib. Vilayət Eyvazov körpə qızlarla cəmaatı necə satıb dolar ərəblərə, bakirəliyini, özlərini. Vilayət Eyvazov onları İlham Əliyevin göstərişindən, Mehribanın göstərişindən polis reislər arasında paylayıbdır. Oğlanları ilişdirmək üçün. Olmayan bir hadisədir. Onu da qeyd edeyim ki, Ukraynada müharibə başlayandan bu yana Azərbaycana da xeyli sayda Ukraynalı övladlar, balalar gətirilib, hansılar ki, yetimlər. Mən dedim də təkcə şeydə saray polisindən danışdım da, mən bilən qədər. İkisini ora vermişdilər. Dedim də nə eynirlər? Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Allah İlhama lənət eləsin. Allah Bicdoğana lənət eləsin. O Erdoğan zad deyil o. Allah ona lənət eləsin. Hələ Gültəkini tutublar. Gör ölkədə necə qəhbəxanadırsa, hakimiyyət necə qəhbəxana yaradıbsa, necə Azərbaycan ilə Türkiyə. Baxın ha, qanun yoxdur ölkədə. Təzədən CHP nümayəndələri Gültəkin Hacıbəylinin deportasiya olunmaması üçün Milli Məclis, Türkiyə Böyük Millət Məclisinə səs verməyə çıxardılar. Mən deyəndə ki, Afrikanın banan ölkələri bugünkü Türkiyə, Erdoğan Türkiyəsindən, İlham Əliyev Azərbaycandan yaxşıdır. Bunlara güya yenə də çağırıblar, güya ev veriləcək. Baxın, öz də dərd orasıdır ki, elə Ağdamın 6 kəndi əvvəldən bizdəydi, Ağcəbəddə 10 minilərlə qaçqın qamışdan aybalasında qalır. Yəni o toxdan samanı qarışdırırlar, biraz da sarı torpaq. Belə suvuyurları ev kimi, daşdan yoxa, torpaqdan. Elə yerdə qalır Qarabağlılar. Niyə onları köçürmürsünüz? Bakıda bahalı yerlərdə məskunlaşanları köçürürsünüz, ha? İki tərəfli qazanırsınız, ha? Ay İlham Əliyev, müsünük gidi səni. Sən bir gök verən gədəsən ki. Qarabağlılar vətəninə köçmək istəmir. Qarabağlılar yurtlarına, yuvalarına geri dönmək istəmir deyən hər kəsə gəlsin bu video. İndi burada açıq şəkildə hər şeyi görəcəksiniz. Bugünkü gün yağan yağışa bütün Azərbaycan demək olar ki, şahiddir. Əsas da Bakıda yaşayanlar. Cılxa suyun içində başımız, gözümüz, ayağımız yaş. Bizə zəng gəlibdi ki, 5-ci gün burada mütləq olun qəbuldur. Saat 10-dan başlayan qəbul saat 12 idi. 1 idi, hələ cəmaatı içəri buraxmamışdılar. Özləri isti yerdə otura-otura, cəmaat hamısı suyun içində. Şəhid ailələri, 90% şəhid ailəsi idi. Şəhid ailələri orada boynun büküb soyuq yerdə gözləyirlər. Əslində heç onlar Qaçılkomun qabağına getməməlidirlər. Onların oğlanları Qarabağda canın qoyub, onların sayəsində o torpaqlar alınıbdır. Onlar heç ora gəlməməlidirlər. Mən şəxsən onları orada görüb utandım. Utandım ki, bu şəhid anaları burada olmamalıdır. Bu boyda cəmaatı yığıblar bura, nə növbət düzgün yazılır, nə cəmaat içəri buraxılır, bircə damcı dar yerə nə qədər adam buraxıblar. Yəni ki, bildiyiniz başlı-başınalıqdır, işə normal baxılmır, nə də cəmaat evinə təmin olunmur. Yəni deyilir, Qarabağlılar getmir. Qarabağlının biri mən, vermirlər gedim, portalla buraxırlar. Necə gedim mən öz ata yurduma? Baxın millət, Qarabağlıdır deyir, Qarabağa nəinki bizə ev vermək. Deyir, ora belə portaldan buraxırlar, portaldan. Görürsünüzmü dəyərli soydaşlar, vəziyyət doğrudan da Rusçadır Azərbaycanda. Çox pisincək bir vəziyyət var, azsarmı. Dünənləri inanmazsınız, ilk dəfə əlimə dağıntılar arasında güzgü çox. Əziz elə bilirsiniz, bir dənə Qarabağların torpağını vermirlər evini. Cəmaatın Bakıda evini başına uçurdular. Avropada, Ermənistanda, Gürcüstanda, Avropada quşun, heyvanın belə yuvasını uçurtmaq olmaz. İlham Əliyev yatdığı yerdə cəmaatın evini başına uçurdur. Ev yıxan uğraşdan da prezident ola. Necə dəyişmişəm mən? Buldozer gəldi, mən evin içində ola-ola. Qapını sındırdı, hamamı sındırdı. Daşların içindən məni 6 nəfər kişi işlərində 26-cı polis bölməsinin əməkdaşı, bizim sahə müvəkkilimiz Rəşad Osmanov var idi. Onun, necə deyərlər, əlimdən tutub sürüdürdü.
6 nəfər də ona kömək edirdi. Aparıb sürüdə PPF maşınına mindirdi. Bir qadın 6 nəfər O sürüyor. PPF maşınında gələnlər də soruşurlar ki, biz bu xanımı nə ilə aparırıq? Dedi, siz aparın, mən gələcəm bölməyə, aydınlaşdıralım. Heç bir izahat götürülmədən 1 saatdan çox orada otuzdurdular. Ayaq yalın, yataq paltarında olduğuma görə Xalis mənə evə gedib ayaqqabı, paltar götürməyə təklif etdi. Evə gələndə evdə uca biz heç nə tapmadıq. Bütün ev əşyaları, məişət texnikası, yəni evdən çıxdığım ancaq tək özüm üstümdə olan paltarlarımla. Və burada bir neçə adama da satıblar. Mən burada yaşaya-yaşaya. Mənə 26-cı bölmədə deyirlər ki, insan adaptasiya olur 3 günə belə şəraitə. Dedim, mən uca 3 saat adaptasiya olmuşam. Bu şərait uca palatka, Küçədə, palatkada qalır ana, balalar, evi uçurduqda Azərbaycanda orta və kiçik sahibkarların biznesi məhv edilir planlı sürətdə. Həm vergi yükləməsindən, həm də məhsulların qiymətlərinin qalxması sahibkarlara böyük ziyan vurur. Çoxlu sayda kiçik və orta sahibkarlar öz biznesini bağlayıblar. İnsanlar da işsiz qalıb. Böyük işsiz qalıb və bu kütlənin daha da böyüdüyü ortadadır. Böyük şirkətlərdə işçilərin böyük şirkətlərdə işçiləri ixtisar edilər, işçilərin sayı azalır, kiçik sahibkarlar da ümumiyyətcə biznesini qapadır.